Deməli uşaqlar, biz keçən dərsimizdə home və insert tablarını keçmişdik. Bugün dizayn, layout və review tablarına baxacağıq. Axşamınız xeyir. Axşamınız xeyirli olsun. Deməli, birinci dizayn tabına baxacağıq. Öyrənəcəyiniz ən asan tabdır. Çünki dizayn tabının cəmi 2 dənə qrupu var. Bunlar hansılardır? Document formatting və page backgrounddur. Document formatting adından da məlum olduğu kimi, mətnin ümumi formatlaşdırılması üçün, yəni sənədin formatlaşdırılması üçün istifadə edilir. Buradan artıq müxtəlif formatlar seçərək sənədinizə gördüyünüz kimi tətbiq edə bilərsiniz. Sol tərəfdəki mövzular bölməsindən isə müxtəlif temalar tətbiq etmək mümkündür. Keçək page background hissəsinə. Page background hissəsindən isə arxa plan dəyişdirə bilərsiniz. Onsuz da page background nə deməkdir? Deməli, səhifənin arxa planı mənasına gəlir. İndi gəlin səhifənin arxa planında hansı dəyişikliklər edə bilərik? Buna baxaq. Deməli, watermark su nişanıdır. Su nişanı deyəndə nə başa düşürük? Yəni, arxa plana əlavə edilmiş solğun formada mətnlər və yaxud da şəkillər başa düşülür. Bunlar da nə məqsədlə əlavə edilir? Biz, məsələn, hər hansı bir sənəd hazırlayanda onun özümüzə və yaxud da kursa məxsus olduğunu göstərmək üçün nə edirik? Arxa plana ya öz adımızı, ya kursun adını, ya kursun loqosunu əlavə edirik ki, yəni bu sənədin bizə məxsus olduğu bəlli olsun. İndi gəlin bunu necə əlavə edəcəyimizə baxaq. Bunun üçün gəlirəm dizaynda watermark əmrinə müraciət edirəm. Bu əmrə müraciət edəndə belə bir sahə açılır və buradan custom deyərək, deməli, öz arxa planımı yaradıram. Gəldik, indi burada 2 dənə seçim çıxır qarşımıza, picture və text. Deməli, biz arxa plana şəkil də əlavə edə bilərik, text, yəni mətn də əlavə edə bilərik. Əgər şəkil əlavə etmək istəyirsənsə, seçimin nə olmalıdır? Picture. Və burada select picture deyərək siz təsvirləri seçib əlavə edə bilərsiniz. Məsələn, buradan 3 dənə seçimin olacaq. İnternet üzərindən axtarış edə bilərsən, kompüterdən əlavə edə bilərsən və yaxud da bulut yaddaşdan da əlavə edə bilərsən. Deməli, biz ən rahat internet üzərindəndir. İnternet üzərindən bir dənəsini əlavə edək və baxaq. Məsələn, tamam, indi əlavə edəcəm. Məsələn, seçdim və insert dedim. Insert deyəndən sonra artıq şəklin burada seçib və ünvanı əks olunur. Və əgər miqyasda nəsə dəyişiklik etmək istəyirəmsə, bunu seçə bilərəm. Daha sonra isə apply deyərək bunu arxa plana tətbiq edə bilərəm. Yəni, gördüyünüz kimi arxa plana əlavə edilmiş oldu. Yəni, solğun formada arxa plana su nişanları əlavə etmək olur. Bu şəkil idi. Həmçinin text bölməsindən biz mətn də əlavə edə bilirik. Yəni, bu da bu qaydada olacaq uşaqlar. Sonra keçək, bir də mətnlə bağlı bir qeydimiz var, onu deyim gəlmişkən. Mətn əlavə edəndə mətni 2 istiqamətdə əlavə etmək olur. Diagonal istiqamətdə və horizontal, yəni üfüqi istiqamətdə əlavə etmək olar. Diagonal nədir? Yəni, diagonal istiqamətdə, bu istiqamətdə, bu şəkildə və yaxud da belə. Horizontal deyəndə isə ancaq üfüqi istiqamətdə başa düşülür. Yəni, bu şəkildə əlavə etmək olar. Bəzən sizi çaşdırmaq üçün şaquli yazacaqlar, ona görə diqqətli olun. Sonra keçək page color-a. Page color isə səhifənin fon rəngini dəyişmək üçün istifadə edilən bir əmrdir. Yəni, gəlirəm və page color əmrini tətbiq edirəm. Nə baş verir? Səhifənin fon rəngi dəyişir. İndi bu fon rəngin rənglənməsi ilə bağlı biz əvvəlki dərslərimizdə məlumatlar almışdıq. Məsələn, şriftin fon rənginin dəyişməsi, abzasın fon rənginin dəyişməsi, həmçinin indi də səhifənin fon rənginin dəyişməsini öyrəndik. Ona görə də indi qeyd yazacaqsınız. Dəftəriniz ümid edirəm ki, yanınızdadır. İndi qeydlər yazacaqsınız. Məsələn, uşaqlar, şriftin fon rəngi. Elə şrift sözünü işlədəndə ağlıma hara gəlirdi? Font gəlirdi, düzdürmü? Deməli, buradan belə çıxır ki, mən şriftin fon rəngini hardan dəyişəcəm? Home-da font length qrupunda highlight color var idi. Oradan dəyişirəm. Onda deməli, şriftin fon rəngi üçün qeydimiz nədir? Deməli, home tabının font length qrupu. Zaten şrift sözündən bunu yadda saxlaya bilərik. Sonra keçək abzasın fon rənginə. Abzasın fon rəngi. Abzas deyəndə ağlımıza hansı lent qrupu gəlirdi? Home-dakı paraqraf gəlirdi, düzdürmü? Onda deməli, biz bu əməliyyatı hardan icra eləyəcəyik? Home-da paraqrafda shading əmri var idi. Buradan icra edə bilirdik. Ona görə nə qeyd eləyəcəyik? Yenə home tabı, amma bu dəfə abzasdan da elə yadda saxlaya bilərik ki, nə olacaq? Paraqraf.
Paraqraf olacaq. Sonra bir də səhifənin fon rəngini öyrəndik. Səhifənin fon rəngi də hardadır? Dizaynda. Deməli uşaqlar, səhifənin fon rəngi də dizayndadır. Dizayn da hansı qrup? Page, background. İndi uşaqlar, bunu necə yadda saxlayacaqsınız? Səhifə sözü və page sözünü yenə yadda saxlaya bilərsiniz. Səhifənin fon rəngi, page, background. Yəni page nə deməkdir? Elə səhifə deməkdir. Və beləliklə ilk qeydimizi yazmış olduq. Sonra keçək page border əmrinə. Page border əmri vasitəsilə isə sənədə kənar çərçivə xətlər əlavə edə bilərsiniz. Buradan stilini təyin edirəm və bu şəkildə seçim edirəm və nə baş verdi? Gördüyünüz kimi səhifə kənarlarına bu şəkildə çərçivələr əlavə edilmiş oldu. Və Müəllim, beləliklə olar sual verim, üzrlü sayın sözünüzü kəsdim. Page border əmrinə hardan daxil oldunuz? Birdən onu yenidən geri dönüş edə bilərsiniz. elə əmrimiz buradadır bax. Page backgroundda page border əmri var. Klik edəndə bu dialoq pəncərəsi açılır. Aha, çox sağ olun müəllimə. Hə, buyurun, xoşdur. Deməli yoldaşlar, bu da bu qaydada olmuş oldu. Fidan sənin özün yazıb, hə, yoldasan sən. Tamam Fidan. Sən yazsa atar şu. Biz Mehmet Demircilik yapıyoruz. 1-4'te. 1-4 məntiqdir. 1-4'te informatika var. Gün orta məntiqdir, gecə şey. Deməli, bu da belə. İndi keçək növbəti lent tabımıza layouta. Uşaqlar, layout sözünün mənası nədir? Layout düzən deməkdir. Düzən deyəndə bəs nə başa düşürük? Yəni mətnə sənədə əlavə edilmiş mətnin və yaxud da sənədə əlavə edilmiş qrafik obyektlərin sənəd üzərində necə yerləşməsi başa düşülür. Yəni yerləşməsi deyəndə mətn deyəndə mətnin kənar boşluqlardan olan məsafəsi, qrafik obyekt deyəndə qrafik obyektlərin bir-birinə nəzərən və yaxud da ümumi səhifəyə nəzərən mövqeyinin dəyişdirilməsi başa düşülür. Ona görə layout deyəndə bu şəkildə düzən parametrlərini ağlınıza gətirəcəksiniz. Biz layoutda çoxlu qeyd yazacağıq. Layoutun özü çox belə geniş bir tab deyil. Sadəcə qeyd yazmağımızın səbəbi odur ki, layoutdakı bir çox əmri biz əvvəlki tablarda da görmüşdük. Ona görə də deməli bunu öyrənəcəyik. Nigar xanım, sizdə dizayn yoxdursa, onda deməli Microsoft Office paketinin ola bilər ki, 2019 versiyası olmasın sizdə. Dəqiq 2019-dur. Çünki məsələn 2010 versiyada dizayn yox idi. Bəlkə sizdə o versiyadır. Hə, bilmirsiniz. Siz dərsdən sonra şəklini atarsınız, mən baxaram. Versiya fərqinə görə olmaya bilər. Tamam. İndi keçək layout haqqında danışaq. Uşaqlar, layoutun öncə lent qruplarına gəlin baxaq. Layoutun lent qrupları hansılardır? Page setup'dır, paragrafdır və arrange'dir. Və buradan elə ilk qeydlərimizi görəcəksiniz. İlk qeydlərimiz nə ilə bağlı olacaq? Deməli, paragraf lent qrupu bizə hardansa tanış idi. Paragraf hardan tanış idi? Home tabından tanış idi. Gəl Home-dakı paragrafı da işarələyək. Əlavə eləyək sənədə. Layout-dakı paragrafda əlavə eləyib müqayisə aparaq görək nə var fərqləri. İlk öncə qeyd olaraq yazın ki, deməli, paragraf lent qrupu hansı tablarda yerləşir? Paragraf lent qrupu 2 dənə tabda yerləşdi. Biri Home tabında yerləşir, biri isə Layout tabında yerləşir. Layout tabında yerləşir. İndi gəlin aralarındakı fərqlərə baxaq. Görürük ki, layoutdakı paragrafda ancaq məsafə parametrləri, yəni left, right, sağdan, soldan boşluq məsafəsi, before, after, yəni abzasdan əvvələ və sonraya boşluq məsafəsi verən əmrlər var. Amma Home-dakı paragrafa baxsam, abzasla bağlı hər şey, abzasın nömrələnməsi, çox səviyyəli siyahıların yaradılması, abzasların sıralanması, üfüqi düzləndirilməsi, fon rənginin dəyişdirilməsi kimi əməliyyatlar yer alır. Bəs niyə aralarında belə fərq var? Aralarındakı fərq layoutun adından bağlıdır. Layout nə idi? Düzən idi. Abzasla bağlı da düzənə təsir göstərən parametrlər nə ola bilər?
Bir dənə məsafələr ola bilər də. Biz məsafəni dəyişəndə, abzasların sağdan, soldan, yuxarıdan, aşağıdan məsafəsini dəyişəndə bu həmin abzasın səhifə üzərində yerləşmə strukturunu, yəni düzənini dəyişir. Düzənini dəyişdiyi üçün də məlum məsələdir ki, harda olacaq? Layoutda olacaq. Yəni bu qaydada bir-birindən fərqləndirə bilərsiniz. Ya da qısaca yada saxlaya bilərsiniz ki, paraqrafla bağlı əmr çoxdursa homedadır, əmrlər azdırsa və məsafə ilə bağlıdırsa, deməli layoutdadır. Şəkil sualı düşəndə bu qaydada fərqləndirəcəksiniz. Keçək növbəti lent qrupumuz olan arrange lent qrupuna. Deməli, arrange lent qrupu da 2 dənə tabda yerləşən bir lent qrupudur. Biri ilə indi öyrəndiyimiz layout tabında yerləşir. Biri layoutdadır. Bəs başqa harda yer alır? Biz sənədə şəkil, fiqur kimi obyektlər əlavə edəndə demişdik ki, format adlı köməkçi tab çıxır. Bu format köməkçi tabında da arrange adlı lent qrupu mövcuddur. Onu da sənədə əlavə edirəm. Və baxıram, indi müqayisə edirəm. Biri layoutdakıdır, biri isə formatdakı arrange lent qrupudur. İndi aralarındakı fərqə baxaq. Aralarında əslində heç bir fərq yoxdur. Niyə? Position əmri də hər ikisində var. Wrap texti hər ikisində. Bring forward və send backward da var. Selection pane var. Align da, group da, rotate var. Deməli uşaqlar, buradan qeydimiz nə olacaq? Layoutdakı arrange və formatdakı arrange lent qrupları eynidir. Yəni eyni əmrləri özündə saxlayır. Ona görə sən, məsələn, layoutda arrange qrupuna aid nə əmr görsən, bunu avtomatik hara aid etməlisən həm də formata aid etməlisən. Məsələn, soruşur, position əmri hansı tablarda yerləşir? Sən layout cavabını verəndə avtomatik format cavabını da verməlisən. Çünki hər iki tabda eyni qruplar mövcuddur. İndi gəlin bunların əmrləri haqqında öyrənək. Birinci başlayaq elə position əmrindən. Position deyəndə nə başa düşürük? Mövqe başa düşürük. Yəni, indi gəlin ayrıca digər sıradan əlavə edək. Yəni, məsələn, mən sənədə qrafik obyektlər əlavə etsəm, məsələn, əlavə edək bunu. Qrafik obyekt əlavə elədim. İndi bunu səhifə üzərində mövqeyini dəyişə bilmək üçün position-a müraciət edəcəm. Və mənə müxtəlif seçimlər verəcək və bu seçimlərdən istifadə edərək qrafik obyektin sənəd üzərindəki mövqeyini dəyişə bilirəm. Yəni, bu qaydada istifadə edilir. Ümumiyyətlə, arrange ancaq qrafik obyektlərlə bağlı əmrləri özündə birləşdirir. Elə ona görə həm formatda, həm də layoutda yerləşir. Qrafik obyekt də sənədin bir parçası olduğu üçün, yəni mətnin bir parçası olduğu üçün, o mətnin də səhifə üzərindəki yerləşmə mövqeyi yeni düzənə təsir göstərir. İndi yoldaşlar, keçirəm növbəti əmri izah eləmək üçün sənədə mətn əlavə edirəm. Deməli, bir dənə mətn əlavə edək və növbəti əmri izah edək. Uşaqlar, biz mətnlə qrafik obyektlərin qarşılıqlı vəziyyətini təyin etmək istəyiriksə, bu zaman növbəti əmrimiz olan həmin o wrap text əmrindən istifadə edəcəyik. Gəlin o wrap text əmrinə baxaq. Wrap textdə mətnlə qrafik obyektin qarşılıqlı vəziyyəti necə təyin edilir? Məsələn, mən şəkil əlavə eləmişəm, fiqur əlavə eləmişəm bura. Məsələn, istəyirəm ki, fiqurun olduğu sətirlərdə heç bir mətn yer almasın. Bu zaman inline deyəcəm və qrafik obyektin olduğu sətirlərdə heç bir mətn yer almır. Və yaxud da tight icra edəcəm. Bu zaman mətn sıxlaşdırılır. Yəni, qrafik obyektin harasında boş yer varsa, ora mətn əlavə edilir. Və yaxud da behind desəm, arxa plana keçir. Uşaqlar, bu alt əmrləri sizə nümunə kimi deyirəm. Qorxmayın, onları əzbərləməyəcəksiniz. Sadəcə fərqini başa düşürəm. Yəni, bu əmrin nə etdiyini başa salmaq istəyirəm. Ona görə nümunələr göstərirəm. Gördüyünüz kimi, qısası wrap text neynədir? Qrafik obyektlə mətnin qarşılıqlı vəziyyətini təyin etdi. Sonra baxaq növbəti əmrlərə. Bring forward və send backward. Bu nə üçündür? Burada görürsünüz, şəkilə baxsaz əslində çox şey başa düşmək olar. Bring forward qrafik obyekti digərinə nəzərən ön plana keçirir. Send backward qrafik obyekti digər qrafik obyektinə nəzərən arxa plana keçirir. İndi bunu da yenə öyrənməyin yolu təbii ki, nədir? Yoxlayıb baxmaqdır. Məsələn, mən bir dənə günəş əlavə edirəm. Bir dənə də bulud əlavə eləyək. Biraz kreativ olsun. Məsələn, belə. İndi mən istəyirəm ki, bu günəşi buluda nəzərən ön plana keçirim. Bu zaman hansı ön plana keçirmək üçün hansı əmrə müraciət edirəm? Bring forward. Müraciət elədim, nə oldu? Ön plana keçirdi. Sonra istəyirəm günəşi təzədən buluda nəzərən arxa plana keçirim. Bu zaman nə edirəm? Send backward icra edirəm və nə baş verir? Arxa plana keçir.
Belə. Sonra gəldik selection pane əmrinə. Pane deyəndə panel ağlımıza gəlir. Məlum məsələdir ki, bu əmr nə edəcək? Bir panel açacaq. Bu panel də adlanır selection pane paneli. Uşaqlar, bu paneldə sənədə əlavə etdiyimiz qrafik obyektlərin siyahısına baxa bilərik. Hətta onları gizlədib göstərə də bilirik. Baxın, bu qaydada qrafik obyektləri gizlədib göstərə bilirsiniz. Və selection pane də yenə bizim qarşımıza əvvəlcədən çıxmış bir əmrdir. Bəs bu selection pane hansı tabda qarşımıza çıxmışdı? Dərsi oxuyan yoldaşlar, bu selection pane'i siz harda görmüşdünüz əvvəl? Deyəcəklər görməmişik müəllim. Elə şey keçməmisiniz. Yadımdan çıxıb mən. Home'da Yox, qayda deyəsən. Hardaydı? Home'daydı. Home'daydı, düzdür Online. Gülten. Home'daydı. Home'da indi biraz da gələk. Harda ola bilər Home'da? Bir dənə baxsanız. O mənim cədvəllər, şəkil falan əlavə eləyəndə qıraqdan açılırdı, oydu, yoxsa? Editingdə. Editing'dədir. Editingdə. Editing'də select-in alt əmri idi. Selection Bəli. pane. Bəli. Yəni qarşımıza çıxıb. İndi yazın qeyd. İndi yazın qeyd. Deməli, hörmətli yoldaşlar, günəş niyə gəldi? Sən niyə gəldi? Çıxdın bura. Demək. Sonra. Aha. Uşaqlar, qeydimiz nədir? Selection pane panelindən bağlı qeydimiz var. Qeyd. Yəni görək bu paneli hardan açmaq olar? Biri Home-daydı. Əvvəlki dərsimizdə öyrəndik. Home-da hansı lint qrupudur? Editing. İndi öyrəndik hansını? Layout öyrəndik. Layout da Arrange lint qrupundadır. İndi siz mənə deyin görün, layoutdakı Arrange də varsa, başqa harda olacaq uşaqlar? Dedik, bu başqa harda var Arrange? Formatda. Format. Deməli, burada bu qeydə formatı da əlavə eləyəcəyik. Deməli, burada varsa avtomatik formatda da olacaq. Formatdakı Arrange lint qrupu. Burada qeyd elədiniz belə. Selection pane paneli bu şəkildə açılır. Bəs selection pane'in təyinatı nədir? Qrafik obyektlərin siyahısına baxmaq və gizlətmək. İndi gizlətmək deyəndə mənim ağlıma başqa bir sual da gəlir. Uşaqlar, bəs biz mətn fraqmentini hardan gizlədirdik? Vaxt gedir, tik-tak. O da Home-dan. Home'dan idi müəllimə. Bizdə Home-da hansı qrup? Hidden. Hidden. Hidden əmri hardaydı? Hidden, düzdür. Hardaydı? Editing deməli, E, Find-da. Fontun deyə desən hərdə açılan editing hissəsində. Fonddaydı, bəli, fondun dialoq pəncərəsində idi. Yəni, qrafik obyektin gizlədilməsi deyəndə selection pane-ə nəzərən cavab verirsiniz. Amma mətnin gizlədilməsi deyəndə Home-da font lint qrupunu cavab verirsiniz. Bu da qəbul sualıdır bu arada. Mətnin gizlədilməsi ilə bağlı qəbul sualı düşüb ki, mətnin gizlədilməsi hansı tab, hansı qrupdan həyata keçirilir. Deməli, yoldaşlar, bu da getdi belə. Harda qalmışdıqsa oradan davam edək. Keçək align əmrinə. Burada da yenə qeyd ortaya çıxacaq. Diqqətlə qulaq asın. Uşaqlar, align əmri qrafik obyekti olduğu yerə nəzərən yerini dəyişmək üçün sağa, sola, yuxarı, aşağı yerini dəyişir. Həmçinin burada view grid lines deyə bir əmr var. Bu əmrə müraciət edəndə səhifə tor xətli şəkildə görünür. Bu qaydada. Bunu da niyə istifadə edirlər? Məntiqi nədir? Yəni, bu qrafik obyekti əlavə edəndə bu koordinatlarını, yerləşmə mövqeyini düzgün təyin edə biləsiniz deyə verilir. Yəni, aligned olma səbəbi, məntiqi səbəbi budur. Amma view grid lines əmri bizim başqa yerdə də qarşımıza çıxır. Bu, gələcəkdə, gələn dərsdə öyrənəcəyimiz view tabındadır. View tabında da grid lines deyilən bir əmr var show qrupunda. Deməli, bu da eyni işi görür. Yəni, tor xətləri gizlədir, göstərir. Deməli, nə etmək lazımdır? Qeyd yazmaq lazımdır, uşaqlar. Deməli, view grid lines. Uşaqlar, bunu mütləq yazın altına.
Deməli, səhifənin tor xəttlərinin göstərilməsi. Çünki tor xəttlər cədvələ də aid tor xətti anlayışı var. Ona görə mütləq qeyd etmək lazımdır. Səhifənin tor xəttləri. İndi baxaq səhifənin tor xəttlərinə. Səhifənin tor xəttlərini öyrəndik layoutdan. Layoutda arrange lent qrupu. Sonra layoutdakı arrange də varsa, deməli avtomatik harda olacaq uşaqlar? Formatda var. Bəli, düzdür. Deməli, onda formatda da arranged olacaq. Bir də indi öyrəndik hansı tabdadır? View tabındadır. View tabında da show lent qrupunda olacaq. Beləliklə də mətnin tor xəttlərini, yəni səhifənin tor xəttlərini bu şəkildə gizlədib göstərə bilərik. İndi mən dedim ki, tor xətt anlayışı cədvəl üçün də var. Gəlin yazmışkən cədvəl üçün də yazaq. Cədvəlin tor xəttləri. Tor xəttləri. Əmrin adı eynidir. Yenə view grid lines-də, amma sualın şərtində göstərir. Deyir cədvəl yoxsa mətn. Deməli uşaqlar, cədvəlin tor xəttləri hardan gizlədib göstərilə bilər? Biri home tabıdır. Home-da paragraf. Yerdə qalan ikisi isə cədvəlin özünün köməkçi tablarındaydı. Cədvəl əlavə edəndə hansı köməkçi tablar çıxırdı? Yadınızdadır? Table design, table layout. Düzdür, Yasəmən, dizayn və layout. Və bu dizayn layout tablarına gəlib baxsaq, deməli görək ki, dizaynda border əmri var. Bunun bir dənə alt əmrinə baxın. Burada view grid lines var. Bu cədvəlin tor xəttlərini gizlədib göstərir. Bir də table layout da, yəni layout köməkçi tabında da eyni əmri görürəm. View grid lines. Deməli, bura hansıları da əlavə eləyəcəm? Design. Amma bunu mütləq qeyd edin. Elə table design yazaq ki, fərqlənsin. Özün table design yazaq. Table design, bir də table layout. Aha. Bu da cədvəlin tor xəttləridir. Bir də Home-da paragrafda hardaydı? Home-da paragrafda border əmri var idi. Orada da yenə view grid lines əmri qarşımıza çıxırdı. Bu da yenə cədvələ aiddir. Beləliklə biz cədvəlin tor xəttlərində qeyd eləmiş olduq. İndi bunu da bildiyimizə görə keçək növbəti əmr qrup əmrinə. Uşaqlar, qrup əmri qrafik obyektləri qruplaşdırmaq üçün istifadə edilən bir əmrdir. Məsələn, burada 2 dənə qrafik obyektim var. Bunlar hal-hazırda ayrı-ayrı obyektlərdir. Ayrı-ayrı idarə edilir. Amma mən bunların hər ikisini seçib, qrup əmrini tətbiq eləsəm, artıq bunlar nə olur? Vahid bir obyektə çevrilir. Yəni, qrup əmri ilə qruplaşdırırıq, ungroup deyərək də qruplaşdırmanı ləğv edə bilirik. Gəldik rotate əmrinə. Rotate isə döndərir. Yəni, qrafik obyektin döndərilməsini təmin edən bir əmrdir. Üstü passivdir, qoyun bir dənə belə. Baxın, bu şəkildə qrafik obyektin döndərilməsini təmin eləyəcək. Sonra yoldaşlar, beləliklə arrange lent qrupunu yekunlaşdırmış olduq. Arrange ilə bağlı qeydləri də yazdıq. Qaldı bir dənə page setup. Page setup'ı da ətraflı danışandan sonra, yəni çətin bir şey qalmayacaq. Bugün review'unda keçəcəm. Review'un da maksimum 10-15 dəqiqəlik izahı var. Çox rahat bir tabdır. Yəni bunu da keçəcəm, bunlarla da yekunlaşırıq. Gəlin indi layout'ı öyrənək. Layout'la bağlı qəbula çox sual düşür bu arada. Deməli, layout lent tabının page setup lent qrupuna baxaq. Page setup lent qrupunun üzərindəki əmrlər sadə əmrlərdir. Cəmi 7 dənə əmr var, funksiyası rahatdır əslində. Deməli, merges. Uşaqlar, merges görəndə ümumiyyətlə hər yerdə eyni mənaya gələcək. Kənar boşluqlar təyin edilir. İndi bizdə burada nəyin kənar boşluqları olacaq? Söhbət page-dən, yəni səhifədən gedir. Zaten lent qrupunun adından da görünür. Deməli, buradakı merges nə edir? Səhifənin kənar boşluq məsafələrini təyin etmək üçün istifadə edilir. Yəni, kənar boşluqla deyərkən, yəni səhifənin sağdan, soldan, yuxarıdan, aşağıdan boşluq məsafəsini təyin edirik.
Biz bunu ilk dərsdə pəncərə limitlərindən də eləyə bilirdik. Hansı pəncərə elementi səhifənin kənar boşluq məsafələrini dəyişə bilirdi? Home. Yox, Paragraf. pəncərənin özündə hansı hissə idi ki, pəncərə limitlərindən bu da səhifənin kənar boşluq məsafələrini dəyişir. Xəttkeş. Bəli, xəttkeşdir, tamamilə doğrudur. Yəni biz bu boşluq məsafələrini xəttkeşlə də dəyişə bilərik deməli, mergence əmri ilə də dəyişə bilirik. Keçək orientation əmri. Orientation səhifənin səmtləşmə istiqamətini dəyişir. İkicə dənə rejim olur. Deməli bu hansıdır? Portret, yəni jurnal vərəqi rejimi, bir də landscape, albom vərəqi. Nümunələrdən də görürsünüz. Yəni adi A4 vərəqini gözünüzün qabağına gətirin. Yəni biri var dikey formada dursun, yəni düz portret kimi, jurnal vərəqi kimi. Bir də var yan istiqamətdə dönmüş formada, yəni albom vərəqi kimi görünsün. Yəni bu rejimləri biz təyin edirik orientation vasitəsilə. Sonra size əmri. Biz nədən danışırıqsa səhifələrdən. Deməli, size nəyin ölçüsünü dəyişəcək? Səhifələrin ölçüsünü təyin etmək üçün istifadə edilir. Sonra column. Column mətni sütunlara ayırmaq üçün istifadə edilən bir əmrdir. Gəlirsən, burada indi hazır variantlarda var. More column deyərək parametrləri və məsafələri, yəni sütun enlərini dəyişə bilərsən. İndi mən standart birini tətbiq edirəm. Məsələn, 2 sütun. Beləliklə, nə elədim? Mətni 2 sütuna ayırdım. Bu daha çox test bankında görürsünüz. Test bankında görürsünüz, testlər 2 sütun şəklində verilir. Bunu necə veririk? Həmin bu column əmri vasitəsilə verə bilirik. Gəldik break əmrinə. Bu əmrin alt əmrlərinə baxsaz görəcəksiniz ki, 2 hissədən ibarətdir. Page break, bir də section break. Buradan birinci hissə, yəni page break hissəsi mənə tanışdır. Mən bunu başqa harda görmüşdüm? Page break əmrini, səhifənin bölünməsi və yaxud da növbəti səhifəyə məcburi keçid də deyirdik buna. Insertdə. Tamamilə doğrudur, insertdə. Insertdə mən bunu page length qrupunda onsuz da görmüşdüm. Deməli, eyni əmr həm də harda var, layoutda var. Artıq deməli qeyd yazmaq lazımdır. Deməli, uşaqlar, page break əmri harda yerləşdi? Deməli, insertdə yerləşdi. Insertdə page length qrupunda. Bir də harda yerləşdi? Layoutda. Layout da hardadır? Deməli, page setupda. Əslində adları oxşuyur da, ikisində də page sözü var. Page breakdə də page sözü var. Yəni buradan uyğunlaşdırıb yadınızda saxlayarsınız artıq. Yoldaşlar, yaxşı siz mənə deyin görün, bu page break əmrinin qısa yolu nə idi növbəti səhifəyə məcburi keçidin? Enter. Ctrl Shift Paste down. Uğur, çox getdiniz. Kimsə Kontrol. enter dedi. Səhv dedi. Biraz da düzəlsəsən. Müəllimə Ctrl Enter düyməsini bir yerdə basanda. Düzdür, düzdür. Ctrl enterdir. Çünki dedik enter növbəti abzasa keçid eləyir. Bəli, bəli. Ctrl deyil, növbəti sətrə keç. Heç səhifəyə. Səhifəyə keçid eləyirdi. Bəli. Bəli. Bu gün yoxlamışam onların hamısı. İşte. Yaxşı bir təkin. Mən Ctrl Shift Paste down deyirdim. Ctrl shift page down. Deməli, Ctrl page down nə edirdi? Bir O səhifədən səhifəyə keçid. shift əlavə edəndə də nə edirdi? Qeyd eləyirdi. Sən mətnin qeyd edilməsindən qarışdırırsan deyəsən. Bir dəqiqə mən Ctrl Enter ilə Ctrl Paste down'un nə fərqi oldu dediniz? Ctrl page down növbəti səhifəyə keçid üçün idi. Kursor idarə edən düymə idi. Yanına shift artıranda da növbəti səhifəni seçirdi. Amma ki, eləcə Ctrl enter kursorun dayandığı yerdən mətni bölərək növbəti səhifəyə keçirir. Bax, Ctrl enter sıxdım. Kursorun dayandığı yerdən mətn böldü, növbəti səhifəyə keçid baş verdi. Belə. Hə, uşaqlar, page break əmrini dedik. İndi gəldik burada əlavə yeni əmr section break. Sənədə bölmələrə ayırmaq üçündür. Bölmə anlayışını da ilk dəfə birinci fəsildə keçmişdik. Bölmə nə idi? Section. O səhifələri bölür, yox, sətirləri bölürtürdük. Sonra cədvəllərdə yadımdadır, bölünmə var idi. Yox, o bölünmədən danışmıram. Yəni splitdən falan danışmıram. Bölmələrə ayırma, sənədi bölmələrə ayırma. Sənətdəki bölmə anlayışı nə idi? Bölmə sənədin hər hansı bir hissəsi idi. Bir və ya bir neçə səhifədən ibarət olurdu.
Sənədi də deyirdi ki, bölmələrə ayırmağı öyrənəcəyik növbəti dərslərdə. Məsələn, mənim sənədim 3 səhifəlik sənəd uşaqlar. Məsələn, sənədə komantitul əlavə edirəm, yəni sərlövh əlavə edirəm. Məsələn, tənbəllər deyə bir sərlövh əlavə edirəm. Bu tənbəllər görürsüz ki, görəcəksiniz ki, bütün Hər şey də səhifədə çıxacaq. Bəli. bütün səhifələrdə çıxacaq. Amma mən istəmirəm bütün səhifələrdə çıxsın. Məsələn, mən istəyirəm ki, ilk 2 səhifədə tənbəllər yazsın, növbəti səhifələrdə isə tutalım qoçaq tələbələr yazılsın. İndi mən bunu necə eləyə bilərəm? Ancaq bölmələrə ayıraraq eləyə bilərəm uşaqlar. Çünki bölmələrə ayırmadan dəyişsəm, bu bütün səhifələrdə avtomatik dəyişəcək. Amma bölmələrə ayırsam, məsələn, növbəti səhifəni yeni bir bölmə olaraq təyin etsəm, yəni 3-cü səhifədən sonranı. Next page. Artıq görürəm ki, bu səhifəyə gələndə section 2 yazıldı. Yəni yeni bölmədir. Bu zaman gəlib bu bölməyə fərqli sərlövhə verə bilirəm. Bunun üçün sərlövhə gələndə, yəni sərlövhə əlavə edəndə header and footer köməkçi tab açılır. Sadəcə buradan bir əmri passivləşdirmək lazımdır. Link to previous. Çünki istəmirəm əvvəlkilərə istinad etsin, təsir eləsin. Bunu passivləşdirdim. İndi yazıram bura, tutalım qoçaq tələbələr. İndi baxsanız əvvəlki bölmədə tənbəllər qaldı, amma yeni bölmə necə oldu? Qoçaq tələbələrin. Yəni bu şəkildə biz sənədi bölmələrə ayıraraq fərqli formatlaşdırma əməliyyatları tətbiq edə bilərik. Gələcəkdə inşallah magistra qəbul olacaqsınız. Magistrda dissertasiya işi yazacaqsınız, yəni diplom işi yazacaqsınız. Orada bu detallar sizə lazım olacaq. Tək ki inşallah ora gəlin. Orada lazım olacaq. Onda siz bu bölmə anlayışından istifadə edəcəksiniz. Deyirsiniz, onda Məlikə müəllim demişdi vaxtilə. Deməli, uşaqlar, keçək line number-a. Line number isə sətirlərin nömrələnməsi üçündür. İndi sətirlərin nömrələnməsi üçün dedikdə, burada deməli nömrələnmə anlayışı ümumiyyətlə başqa yerlərdə də var idi. Mən hal-hazırda ümumi sətirlərin nömrələnməsindən danışdım. Bəs başqa nəyi nömrələməyi öyrənmişdik biz? Abzasları nömrələməyi öyrənmişik, səhifələri nömrələməyi öyrənmişik. Ona Sözlərin görə məsələn nömrələnməsi içəridə məsələn yazarkən. nəyi? Məsəl üçün nəsə bir mətn yazanda orada sözlərin nömrələmə var idi. Yəni ümumi abzasların nömrələnməsi idi onlar. Bəli, bəli. Bəli. İndi gəlin nömrələnmə ilə bağlı ümumi qeydimizi verək. Biz öyrənmişdik birinci abzasları nömrələmək. Hı -hı. Başlayaq. Biz əvvəlki dərslərdən birində abzasların nömrələnməsini öyrənmişdik. Niyə belə? Uşaqlar, səsimi eşidə bilirsiniz? Bəli. Bəli, müəllimə. Hamı dedim kiçik çaplı şok yaşayır, bir dənə o şokdan ayırda. Yazıq şeylərdir. Bura qədər beyniniz yanmayıb ki, salamatçılıqdır. Hə, uşaqlar. Hər iki mənə pis deyil. Hələ ki, Sadəcə yaxşı. öyrənməyə çalışmaq lazımdır isə. Təbii ki, ay uşaqlar, öyrənməyə çalışmaq, ancaq öyrənməyə çalışmaq. Biraz. Bir dənə siz Word-ün öhdəsindən gəlin. Hər şey həqiqətən də digər ofis proqramlarında rahat olacaq.
Yəni bu Word-dür, biraz qeydlər çoxdur. O da bu dərsdən başlayır da qeydlər. Bir dənə bu dərsdədir ki, layout gəlir, qarşımıza bir sürü qeyd çıxardır. Hə, indi yaza bilərik. Kompüter deyirsən özünə gəldi inşallah ki. Deməli başlayaq. Abzasların nömrələnməsi. Uşaqlar, abzasların nömrələnməsi hardaydı? Abzasla bağlı əməliyyatlar ümumiyyətlə hardaydı? Home-daydı müəllim deyir. Əsl home-daydı. Deməli, home-da harda olacaq? Paraqrafda. Bu belə. Sonra səhifələrin nömrələnməsini öyrənmişik. Səhifələrin nömrələnməsi hardaydı? Home yoxsa home idi? Xatırladığım qədər. Ya da insert ikisindən bir şey yadımdan Ha, çıxıb. nömrələrin əlavə edilməsi desəm tutarsınız məsələn. Səhifələrə nömrə əlavə etmək. Hara olacaq? Insert olacaq. Insert. Insertdə hansı qrup idi? Dostlar, siz öyrənməmisiniz dərsi. Insertdə header, footer. Bax bu qrup. Header and footer. Bu işarəni də çəkək. Yəni. Çünki səhifə nömrəsi hara əlavə edilirdi? Sərlövhəyə əlavə edilirdi. Məntiqəndə nömrələnmə əmri harda olar? Header and footer lent qrupunda olar. Məntiqdən yadda saxlamaq lazımdır. Bir də gəldi indi öyrəndiyimiz sətirlərin nömrələnməsi. Sətirlərin nömrələnməsində uşaqlar 2 dənə hissə qeyd eləyəcəm. Biri indi öyrəndiyiniz layoutdur. Layoutda page setup. Biri də fayl menüsüdür. Bilirəm ikinizdən nə əlaqə edirsiz, indi göstərəcəm niyə birazdan. Fayl menüsündə də printdən bu əməliyyat icra edilə bilir. İndi uşaqlar sətirlərin nömrələnməsini bu qaydada gördük. Bir də hyphenation var. Sətirlərin sonunda sözlərin hecalara bölünməsini təmin edir. Biz niyə sətrin sonunda sözləri hecalara bölmə ehtiyacı duyuruq? Ha, uşaqlar. Keçək Azərbaycan dilinə. Yəni sonrakı sözün davamını getmək üçün də. Növbəti sətrə keçmək üçün. Yəni bu hyphenation əmri növbəti sətrə keçərkən sözlərin hecalara bölünməsini təyin edir. Bu avtomatik ola bilər və yaxud da manual əl ilə ola bilər. Sonra bu oldu page setup lent qrupu. Bir də onun sağ aşağı küncündə görürsünüz yenə o bizi qorxudan düymə var. Yəni bu düymə varsa deyirik ki, aha, əlavə bir şey də öyrənəcəyik. Deməli bu nədir? Dialoq pəncərəsini açan düymədir. Deməli, bu dialoq pəncərəsini açaq və baxaq. Page setup dialoq pəncərəsi. Öncəliklə page setup dialoq pəncərəsini hansı hissələrdən, hansı üsullarla açmaq olar, bunu öyrənək. Uşaqlar, page setup dialoq pəncərəsini layout da page setupdan aça bildik. Bu onsuz da məlum məsələdir. Sonra növbəti bir üsul daha var. Bu üfüqi şarqılı xəttkeş yoxdur. Bu şarqılı xəttkeşin və yaxud da üfüqi xəttkeşin üzərinə 2 dəfə klik eləyəndə də yenə page setup dialoq pəncərəsi açılır. Bir də fayl menüsündə də var. Fayl menüsündə printə gəlsəniz, printdə sonda görəcəksiniz page setup əmri var. Page setup-a buradan da daxil ola bilərsiniz. Buradan səbəb nədir? Niyə burada belə bir əmr var? Bunun mənasını izah edeyim. Çünki baxın, məsələn, sən sənədə çap eləməyə gəlmirsən. Baxırsan ki, düzənlə bağlı ya səhifənin kənar boşluqlarında mı, ya sərlövhələrlə bağlı mı, nəsə düzgün deyil. Daha sənə də əziyyət verməyiblər, yəni bir də əziyyət çəkib layouta getmə deyə, deməli birbaşa page setup-ı printə gətiriblər. Yəni bir dənə əmr kimi bura yerləşdiriblər və sən fayl menüsündən çıxmadan düzən parametrlərini dəyişə bilirsən. Yəni əlavə edilmə məntiqi buradadır. Deməli uşaqlar, qısası page setup-ı 3 üsuldan açmaq olar. Fayl menüsündə print vasitəsilə, layoutdakı page setup vasitəsilə, bir də ki, xəttkeşin üzərinə 2 dəfə klikləməklə. İndi page setup dialoq pəncərəsinin pəncərə əlavələrinə baxaq. Məsələn, 2022-in qəbulunda belə bir sual düşmüşdü. İkinci cəhddə açıq tipli sual idi. Deyirdi ki, page setup dialoq pəncərəsinin pəncərə əlavələrini seçin. Pəncərə əlavələri deyəndə nələr nəzərdə tuturduq? Yuxarıdakı bu pəncərələrin adlarını. Deməli, page setup dialoq pəncərəsinin pəncərə əlavələri emergency, paper'dır, bir də layout'dur.
Ümumiyyətlə bu pəncərə əlavələrini ən azından 3 dənə dialoq pəncərəsi üçün öyrənmək lazımdır. Biri fontdur. Fontda nə idi? Font dialoq pəncərəsində font və advance idi. Sonra paragrafın dialoq pəncərəsində indent and spacing, bir də digəri isə line and page break idi. Bir də layoutdakı page setup öyrənin. Yəni sizdən sadəcə 3 dənə dialoq pəncərəsi istəyirəm ki, bu dialoq pəncərələrinin pəncərə əlavələrini mütləq əzbərləyin. İndi gəlin buradakı əmrlərə nəzər salaq. Deməli, top, left, right, bottom baxan kimi başa düşülür ki, bu ümumi səhifənin sağdan, soldan, yuxarıdan, aşağıdan məsafəsini təyin edir. Amma burada fərqli bir əmr görürəm, qadr əmri. Bu əmrin təyinatı nədir uşaqlar? Bu əmrə daxil olanda, məsələn, buradan atılanda, görürsünüz nə baş verdi? Səhifənin kənar boşluğunda belə bir sahə işarələndi. Bu nədir? Cildlənmə sahəsidir. Yəni, biz cildlənmə sahəsini niyə təyin edirik? Çünki biz kitab kimi çap eləyəndə sənədi, məlum məsələdir ki, o vərəqlərin kleyləndiyi, yəni və yaxud da tikildiyi bir hissə var. Onun mətnlə üst-üstə düşməməsi üçün ayrıca bir cildlənmə sahəsi öncədən təyin edilir. Bir də var qadr position, cildlənmə mövqeyi. Uşaqlar, kitablar hansı istiqamətdən vərəqləri birləşdirilir? Yəni, kitabı açdın, hansı istiqamətdən kleylənmiş olur vərəqlər? Ortadan. Soldan, ortadan yox, soldan, sol tərəfdən kleylənir də tikilir. Başqa bloknotlarda falan necə olur bəzən? Yuxarıdan. Yuxarıdan, ay sol. Deməli, cildlənmə mövqeyi 2 mövqe ola bilər. Soldan, bir də yuxarıdan. İndi biri çıxarıb deyəcək müəllim, bəs ərəb kitabın əmrinə. Uşaqlarda o qədərinə girməyin. Yəni, qısası soldan və yuxarıdan təyin edilə bilir cildlənmə mövqeyi. Sonra gəldik paper bölməsinə. Buradan vərəqin ölçüsünü təyin edirsən. Layout bölməsində də section bölməsindən bölmə təyin edə bilərsən. Bir də var header and footer. Header and footer nə idi? Yuxarı və aşağı sərlövhələr idi. Different odd and even page və yaxud da different first page deyərək tək və cüt səhifənin və yaxud da ilk səhifənin sərlövhəsini digərlərindən fərqləndirə bilərsən. Bir də from each bölməsində sərlövhələrə qədər məsafələr dəyişmək üçün müvafiq əmrlər var ki, bunları da istifadə edə bilərsən. İndi bəs bu əmrlər başqa harda qarşımıza çıxır? Uşaqlar, biz sərlövhə əlavə edəndə sərlövhəni redaktə edə bilmək üçün köməkçi tab açılır, header, footer. Burada da həmin əmrlər var idi. Different first page, different odd even page və position bölməsində sərlövhələrə qədər məsafə. İndi qeyd yaza bilərik. Deməli, nə öyrəndik? Sərlövhələrin fərqləndirilməsi həddim möhtəşəmliyi. Sərlövhələrin fərqləndirilməsi, sərlövhələrə qədər məsafə. Qədər məsafə. Deməli, uşaqlar, bunu 3 yerdən eləmək olar. Deməli, layoutdakı page setup, dialoq pəncərəsini yazaq ən azından, dialoq pəncərəsi. Sonra page setup dialoq pəncərəsi başqa hardan açılırdı uşaqlar? Səsim gəlir? Gəlir mənə, gəlir. Hə. Page setup dialoq pəncərəsini başqa hardan aça bilirdiniz? Mən bilmirəm. Printdən Az açmaq olurdu bir də. Bəli, o harda yerləşir print? Failin içində. Ay, sol. Deməli, Faylda. hissə olaraq nə yazırıq? Faylda print. Burada da yenə page, daha qısaca yazıram. Page setup qrupu, dialoq pəncərəsi. Sonra bir də uşaqlar, köməkçi tabdan da olur dedik. Köməkçi tabımızın adı da nə idi? Header and işarəni düz yazmadım. Mən işarəsini də yazamıram. Beləydi. Header and footer. Köməkçi tabından. Deməli, fərqləndirə bilərik. Bu da belə getdi. Sonra davam eləyək. Bir də burada aşağı baxsanız. Burada belə bir sahə var, line number. Line number sətirlərin nömrələnməsi üçündür.
Bayaq yuxarıda sətirlərin nömrələnməsi ilə bağlı qeyd verəndə mən görürsüz faildə printi də yazmışdım. Yazma səbəbim elə bu page setup'ın faildən açılması idi. Bir dənə pəncərəmiz var. Border əmri ilə açılır. Border and shading dialoq pəncərəsi. Həmin bu dialoq pəncərəsinə də daxil olmaq olur page setup'dan. İndi uşaqlar, bu border and shading dialoq pəncərəsi Word-də 5 dənə tabda açıla bilir. Yəni həqiqətən də bu pəncərəni siz hər dərs görmüşdünüz. Ona görə bunu istəyirəm ümumiləşdirim ki, border and shading dialoq pəncərəsi hardan açılır? Pəncərəsi. Birincisi page setup'ın olduğu yerlər yaza bilərəm. Bunlar hansıları idi? Deməli, fayl menüsündə print. Burada da page setup dialoq pəncərəsi. Setup. Sonra layout'da da eyni qaydada. Sonra uşaqlar, başqa harda yadınıza gəlir? Əslində bugün də keçdiklərimin arasında var idi. Border and shading dialoq pəncərəsi. Yadınızda qalıb. Düzdür, çox şey deyirəm. Yadınızda qalması biraz çətin məsələdir, amma yenə də bir ümid soruşuram. Biz səhifələrə çərçivələr əlavə elədik, ya onda da bu pəncərə açılmışdı. Hardan əlavə edirdik səhifənin kənarına çərçivələr? Dizaynla. Ay, sağ ol. Dizayn. Deməli, dizayn da hardaydı? Page background. Burada zaryadkamız azdır. Page background. Sonra uşaqlar, Home'da da qarşınıza çıxır aslında. Home'da sizcə harda ola bilər? Border deyə bir əmr var idi. Home'da hardaydı o əmr? O da abzaslara sərhəd xətlər verirdi. Paragrafdaydı deyəsən. Ay, sağ ol, düzdür, paragrafdaydı. Deməli, paragrafdaydı, düzdür. Buradan da border and shading dialoq pəncərəsinə keçid etmək olar. Aha, bir də var. Bunu bilməyəcəksiniz, mən deyim. Table design da var uşaqlar. Yəni cədvəlin köməkçi tabında da var. Çünki cədvəldən də sərhəd xətləri vermək olur. Ona görə cədvəl üçün də var. Table design. Mən bu 5 yerdən border and shading dialoq pəncərəsini açmaq olar. Yazdınız, hamısını qeyd edib çatdıra bildiniz. Screenshot alıram mən mənim. Çatdıramırsınız yazar. Amma mütləq yazın bunu, çünki yazanda öyrənə biləcəksiniz. Əslində bunu özünüz axtara-axtara yazsanız bəlkə də daha öyrədici olardı, amma sizin o qədər çox vaxtınız yoxdur deyə mən dərsdə yazdırıram. Deməli, yoldaşlar, bu da belə. Və nəhayət, page setup bitdi. Yəni, qaldı artıq review haqqında danışmaq. Yəni, çox qeyd verdim, amma o deyir, çətin günlərimiz qaldı arxada. İndi keçək review haqqında danışmağa. Review asandır. Ümumiyyətlə, review sözünün mənası nədir? Yoxlamaq və yaxud da yenidən baxış mənasına gəlir. Sənəd nə vaxt yoxlanılır, nə vaxt yenidən baxılır? Sənədlə işimiz bitəndən sonra, yəni sənədi yazdıq, qurtardıq, onu yoxlayırıq. Orfoqrafik səhvlər, qrammatik səhvlər və yaxud da sənədləri yazdıq, qurtardıq, birləşdiririk və yaxud da yoxlayırıq və yaxud da nə bilim hər hansı bir səsini tərcümə edirik, əlavə şərhlər əlavə edirik. Bu tip əməliyyatların hamısı gəlir reviewdan tətbiq edilir. İndi baxaq review'nun belə deyim, lent qruplarına. Bir-bir başlayıram. Mən şimdi məktub əlavə edeyim və üzərindən danışım.
Deməli, yuxarı davam edirdim. Necə başlayaq profil lent qrupundan? Profil lent qrupunda spelling and grammar əmri var. Təyinatı nədir? Orfoqrafik qrammatik səhvlərin yoxlanmasıdır və düyməsi, yəni qısa yolu F7-dir. Orfoqrafik qrammatik səhvlər həmçinin vəziyyət sətrindən də yoxlana bilər uşaqlar. Çünki vəziyyət sətrində də müvafiq əmr var idi. Gəlin göstərim. Bax, vəziyyət sətrində də eyni bir əmr var idi. Bax, bu əmrdə neyini? Orfoqrafik qrammatik səhvlər yoxlaması istifadə edilir. İndi gəlin bu əmrə baxaq. Orfoqrafik qrammatik səhvlərlə bağlı bilməli olduğumuz əsas detay nədir? Uşaqlar, orfoqrafik səhvlər, baxın, burada gördüyünüz kimi, qırmızı dəlalı xətlərlə görsənir. Qrammatik səhvlər isə göy paralel xətlərlə göstərilir. Qrammatik səhv göstərilir. Deməli, göy paralel xətlərlə göstərir. Bunu qeyd kimi yazın. Prost göy paralel xətlərlə görsənməli. Məsəl. Deməli, orfoqrafik qırmızı dalğalı xət. Qrammatik səhv isə səhv göy paralel xətlərlə. Yəni özünə bir dənə sual verə bilərəm. Buyurun. Qrammatik səhv deyəndə, yəni burada nüsxələrin səhv olmağını Nitq hissələri, durğu işarələri, cümlə üzvlərindən bağlı səhvlər qrammatik səhvlərdir. Testlərdə var idi bu qırmızı xətlə bağlı sual. Hə, ola bilər. Deməli, bu da belə. İndi yoldaşlar, buranı da bitirdik. Sonra keçək zil səmrinə. Uşaqlar, zil səmri isə sözlərin sinonimini axtarmaq üçündür. Mətnin içində axtarmıram, internet üzərindən axtarış edir. Deməli, zil səmrini icra eləyəndə sağ tərəfdə belə bir pəncərə açılır və buradan sözlərin sinonimi axtarılır. Sonra word count. Word count isə word count adlı dialoq pəncərəsini açır. Bunu da həm vəziyyət sətrindən açmaq olur, həm də review'dan açmaq olur. Deməli, word count-da nələr göstərilir? Səhifə sayı, söz sayı, abzas sayı, sətr sayı, bir də simvol sayı. Simvol sayı isə iki formada göstərilir. Character no space, yəni boşluqlar. Boşluq deyəndə bu space barla verilən boşluqlardan söhbət gedir. Character no space boşluqlar olmadan simvol sayı. Character with space isə boşluqlarla bir yerdə simvol sayını göstərir. Buradan da sadə bir sual düşür. Bu şəkli verir. Deyir ki, mətndəki boşluqların sayını tapın. Necə taparıq uşaqlar boşluqların sayını? Bir-birindən çıxarıq. Ayşə, bir-birindən çıxarıq. Yəni 1066-dan 875-i çıxaram və boşluq sayını taparıq. Düzdür. Sonra keçək növbəti lent qrupuna. Read aloud lent qrupuna. Read aloud mətni sözbəsöz səsləndirmək üçün istifadə edilən bir lent qrupudur. Mən ekran paylaşanda səs açmamışdım. Mən səs açım. İndi uşaqlar, read aloud-un bir dənə tətbiqinə baxın. You can paste in the embed code for the video you want to add. Məndən belə pis tələffüz eləyir. Yəni, mən ona baxanda şükürlüyəm. Deməli, uşaqlar, mətni söz tələffüz eləmək üçün istifadə edilir, səsləndirmək üçün istifadə edilir. Sonra check accessibility var. Check accessibility görmə əngəlli şəxslər üçün mətnin oxuna bilirliyini, məzmununu yoxlayır. Sonra gəldik language əmrinə. Burada da iki alt əmr var. Translate və language. Translate seçilmiş mətnin və yaxud da bütün mətnin tərcümə edilməsi üçün istifadə edilir. Yəni, məsələn, translate selection deyərək seçilmiş mətni tərcümə edə bilirəm. Məsələn, insert edim. Rus dilinə tərcümə elədim və əlavə elədim məsələn. Mən bu şəkildə. Ondan sonra gəldik. Bir də language isə daxil edilən mətnin dilini dəyişmək üçün istifadə edilir. Sonra gəldik comment əmrinə. Comment əmri new comment vasitəsilə yeni comment əlavə edə bilərsiniz. Delete vasitəsilə isə həmin kommenti, yəni şərhi silə bilərsiniz. İndi siz yadınıza salın görün.
Şərhə başqa hardan əlavə etmək olur uşaqlar? Düşündünüzmü? Əlavə etmək, şərh əlavə etmək, əlavə etmək. Hardan ola bilər? Insertdən. Ayşə, o insertdən. Başqa bir də hardan olacaq? Review'dan. Ha, sadəcə bir dənə detay var. Detay nədir? Insertdən də review'dan da şərh əlavə edilir. Amma şərhi silməkdəsə ancaq review'dan silinir. Yaxşı. Şərh əlavə edilir insert və review'dan, amma şərh silinməsindən bağlı işçinə vaxt salsalar, düzdür, heç düşməyib. Heç bir yerdə görməmişəm. Onda review deyə bilərsiniz. Çünki review'dan silinir. Sonra gəldik bu markup. Bu sizdə yoxdur bu lent qrupu. Dimdə də yoxdur. Bu son bir neçə ayda güncəlləməyinə gəlib. Amma imtahan proqramında yoxdur, izah eləməyəcəm. Keçirəm birbaşa tracking lent qrupuna. Tracking lent qrupu nədir bilirsiniz? Burada track change əmri var. Bu track change bir növ müəllimin qırmızı qələmi olaraq təsəvvür edə bilərsiniz. Necə yəni uşaqlar? Məsələn, mən təsəvvür edin mən ingilis dili müəllimi kimi. Düzdür, mən özümü heç təsəvvür edə bilmirəm, amma nəysə də təsəvvür edin. Məsələn, siz esse yazıb vermisiniz. Məsələn, esseni iki formada mənə verə bilərsiniz. Ya Word faylı kimi ata bilərsiniz, ya da əl yazma şəklində. Siz əl yazma şəklində mənə essenizi versəniz, mən necə yoxlayacağam? Götürəcəm qırmızı qələmlə, harda səhv eləmişəmsə oranı işarələyəcəm, harda hansısa sözü, məsələn, əski ki qeyd eləmisənsə, bu zaman nə edəcəm? Onu əlavə eləyəcəm. Ondan sonra bu şəkildə sizə səhvlərinizi göstərəcəm. İndi siz mənə tutalım bu sənədi Word faylı kimi atmısınız. Bəs bu zaman necə yoxlayacam? Bu zaman isə track change əmrini aktivləşdirəcəm. Məsələn, burada tutalım bu sözü artıq da siləcəm. Mən bura nəsə əlavə edəcəm və bunların hamısı işarələnmiş formada görünəcək. Sonra mən sənədi bu şəkildə save eləsəm, bunlar elə bu şəkildə də qalacaq. Və mən bu faylı sənə atanda artıq sən öz səhvlərini görəcəksən ki, mən harda səhv eləmişəm. Aydındır? Yəni bir növ müasir formalı müəllimin qırmızı qələmi kimi başa düşə bilərsiniz. Deməli, buradan da həmin bu düzəliş, bu əmri indi elmi formada desək, indi biraz da testə düşən versiyasındayım. Elmi formada desək, uşaqlar, bu əmr nə edir? Düzəlişlər edərək fikir mübadiləsi aparmaq üçün istifadə edilən bir əmrdir. Yəni, düzəlişləri izləmək üçündür. Əgər accept desəm, bu düzəlişlər qəbul ediləcək. Reject desəm, bu düzəlişlər ləğv ediləcək. Bu da belə. Sonra gəldik compare. Compare müqayisə etmək deməkdir. Yəni, sənədləri müqayisə edir, comma isə birləşdirir. Gəldik protect-ə. Protect isə sənədi mühafizə edir. Amma nədən qoruyur? Redaktə və formatlaşdırmadan qorumaq üçün istifadə edir. İndi sənədin mühafizəsini də biz harda öyrənmişdik? Uşaqlar, sənədi mühafizə etmək hardaydı? File'da. Faydaydı, fayda. Mühafizə. Fayda hansı əmrlərlə mühafizə edə bilirdiniz? Hə, save as yox. Save as Protected idi orada, səhv eləmirəmsə. Save-dan hansı idi? Düzdür, protect-dən. Save as eləyirdik. Onu sonra adını dəyişib diskopa əlavə eləyirdik sonra. Save-dan olur. Başqa hardan olur bu əmrlər arasında? Export. Atın görək harda tutacaq. Deyil export. Mən onu elə bir normal home-da falan da görmüşdüm. Belə yəni tablar var ya. Protect-də sən onda görənməzsən. Infoda görmüşdünüz ay uşaqlar, infoda. Protect document. Deməli yazın. Faylın mühafizəsi. Hə müəllim, tapdım review'da da var idi, yox protect. Yürü də aşağı, nə olsun da?
Bəs sizdə də gəlir. Hı hı. Maşallah. Sistemin səsini sizə də açıq vermişəm. Niyə sizdə belə? Məsələnin mühafizəsi. Fayl menüsündə olacaq. Fayl menüsündə harda olurdu? Info və save as. Bir də review'da olur. Review'da harda olur? Protect menüsündə. Protect menüsündə. Bu da belə. Bir də hiding var. Bu qələmlə əlavə edilmiş qeydlərin gizlədib göstərilməsi üçün istifadə edilən bir əmr. Valla bununla da yekunlaşdırdıq review'nu. Hər şey aydındır. Qanana qalan bir şey yoxdur ki. Aydındır müəllimə, prosta onları öyrənmək lazımdır. Öyrənərsiniz. Narahat olmayın. Biraz təkrar elədikcə öyrənəcəksiniz. Deməli, buradan da bu qədər. Qaldı bir dənə testlərə baxmaq. O 100 dənə də testə baxaq, sonra dərsimiz yekunlaşır.